Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Tehranda şəhərin mühüm yerlərindən birinə Əli Xamneyinin adı veriləcək. Barmağımız tətikdədir Sepahdan açıqlama. Daha 7 İranlının ABŞ vizası ləğv edildi. Razılaşma olmazsa ABŞ İrana zərbələri bərpa edəcək Trampdan açıqlama. Azərbaycan-Türkiyə münasibətləri regionda təhlükəsizliyin əsas sütunlarındandır. İndi isə daha ətraflı. Yaxın vaxtlarda Tehrandakı əsas məkanlardan birinə keçmiş ali rəhbər Əli Xamneyinin adının verilməsi planlaşdırılır. Bu barədə Şəhər Şurasının sözçüsü Əlirza Nadaliyev məlumat verib. O bildirib ki, bu addım son illərin ən əhəmiyyətli adlandırma qərarlarından biri olacaq və hazırda bir neçə variant nəzərdən keçirilir. Müxtəlif küçə və məkanlar təklif olunub və hazırda Şəhər Şurası tərəfindən araşdırılır, deyə o qeyd edib. Sepah bildirib ki, ölkənin silahlı qüvvələri atəşkəs dövrü olsa belə döyüşə hazır vəziyyətdədir və istənilən hücuma cavab verməyə hazırdır. Ordu günü münasibətilə yayılan bəyanatda qeyd olunub ki, həm ordu, həm də Sepah hər hansı düşmən hərəkətinə güclü və qəti cavab verməyə tam hazırdır. Bəyanatda hazırki vəziyyət İran, ABŞ və İsrail arasında atəşkəs çərçivəsində döyüş meydanında sakitlik kimi qiymətləndirilsə də, hər hansı eskalasiyanın rəqiblər üçün ağır zərbələr və alçaldıcı məğlubiyyət ilə nəticələnəcəyi barədə xəbərdarlıq edilib. ABŞ düşmənlərini dəstəkləyənlər üçün vizaların verilməsi dayandırılacaq. Bu barədə Birləşmiş Ştatlar Dövlət Departamenti məlumat yayıb. Məlumata görə Tehran hökuməti ilə əlaqəsi olan ən azı 7 İranlı da daxil olmaqla daha 26 nəfərin vizalarda ləğv edilib. Daha geniş viza məhdudiyyətləri ABŞ düşmənlərini dəstəkləyən, onlara göstəriş verən və maliyyələşdirən şəxsləri hədəf alır, deyə Dövlət Departamenti bildirib. ABŞ prezidenti Donald Trump İranla müharibənin başa çatmasını ciddi şəkildə istəyir və buna nail olmaq üçün daha çox güzəştə getməyə hazırdır. Bu barədə Politico nəşri yüksək rütbəli bir mənbəyə istinadən məlumat yayıb. Məlumata görə Trumpın İsrail və Livan arasında müvəqqəti atəşkəs elan etməsi Vaşinqtonun son günlərdə mövqeyində dəyişiklik olduğunu göstərir. O, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Joseph Aoun'u Ağ Evdə qəbul etməyi təklif edib. Bundan əvvəl Trump İsrailin Livanda Hizbullaha qarşı əməliyyatlarını İranla bağlı razılaşmadan ayrı məsələ kimi qiymətləndirsə də, hazırda Netanyahuya bombardmanları dayandırmaq üçün təzyiq göstərməsi İran üçün əsas maneələrdən birini aradan qaldırıb. Pakistanın paytaxtında keçirilən son danışıqlar nəticəsiz qaldıqdan sonra daxildə artan qiymətlər və azalan reytinqlər fonunda Trumpın Tehranın bəzi tələblərinə daha açıq yanaşa biləcəyi qeyd olunur. ABŞ prezidenti Donald Trump bildirib ki, Tehran razılaşmaya gəlməyəcəyi təqdirdə hərbi əməliyyatlar yenidən başlayacaq. Sky News xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib. İsrail və Livan arasında əldə olunan atəşkəsə toxunan ABŞ lideri Hizbullahın bu razılaşmaya əməl edəcəyini düşündüyünü qeyd edib, lakin detallara varmayıb. Trump əlavə edib ki, Livan hakimiyyəti Hizbullahla bağlı tədbirlər görür və bu istiqamətdə işlər artıq başlanıb. ABŞ kəşfiyyat orqanları Çinin İran İslam Respublikasına qabaqcıl radar sistemləri göndərməyə düşündüyünə dair əlamətlər aşkar edib. Bu barədə CBS News ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, bu addım Tehranın dronlar və qanadlı raketlər kimi təhdidləri aşkar etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Məlumata görə ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin analitikləri Pekinin X diapazonlu radarların köçürülməsi ehtimalını nəzərdən keçirdiyini qiymətləndiriblər. Eyni zamanda ABŞ qüvvələrinin yaxın şərqdəki yeri ilə bağlı Rusiyadan İslam Respublikasına hərbi məlumatların ötürülməsi barədə də məlumatlar dərc edilib. ABŞ rəsmiləri köçürmənin baş verib-vermədiyi hələlik bəlli olmadığını vurğulayıblar. Ancaq bu qiymətləndirmələr Vaşinqtonun münaqişənin əhatə dairəsinin genişlənməsi və qlobal güclərin İslam Respublikasına dolayı dəstəyə qoşulması ilə bağlı narahatlığını əks etdirir.
Körfəz və Avropadakı bəzi rəsmilər İran və ABŞ arasında razılaşmanın əldə edilməsinin təxminən 6 ay çəkə biləcəyinə inanırlar. Bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə bu qiymətləndirmə danışıqlarla tanış olan rəsmilərin fikirlərinə əsaslanır və razılaşmanın əldə edilməsinin hələ də vaxt aparacağını göstərir. Məlumatın dərc olunmasından sonra neft bazarında qiymətlər artıb. Brent nefti barel üçün $4 çox, Qərbi Texas aralıq nefti isə $3 çox bahalaşıb. Böyük Britaniya Hörmüz boğazının heç bir ilkin şərt olmadan açılmasının tərəfdarıdır. Bu barədə ölkənin baş naziri Keir Starmerin bəyanatında bildirilib. Boğazın şərtsiz və dərhal açılması qlobal məsuliyyətdir və biz dünya üzrə enerji və ticarət axınlarının bərpası üçün hərəkətə keçməliyik deyə bəyanatda qeyd olunur. Starmer vurğulayıb ki, o və Fransa prezidenti Emmanuel Macron gəmiçiliyin azadlığının qorunması üçün çoxtərəfli təşəbbüsün yaradılmasına sadiqdirlər. Biz kommersiya gəmiçiliyini təmin etməli və qlobal sabitlik və təhlükəsizliyə qayıdış üçün minalardan təmizləmə əməliyyatlarını dəstəkləməliyik deyə o əlavə edib. Buraxılışımız davam edir. Azərbaycan-Türkiyə münasibətləri regionda sülh və təhlükəsizliyin əsas sütunlarından sayılır. Bu münasibətlər Şuşa bəyannaməsi ilə daha da möhkəmlənib. Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev 5-ci Antalya Diplomatiya Forumunda deyib. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan ikitərəfli əməkdaşlıq modellərini üç tərəfli və çox tərəfli formatlarda da genişləndirib. Türkiyə, Azərbaycan, Gürcüstan və Türkiyə-Azərbaycan-İran əməkdaşlıq mexanizmləri mövcuddur. Bu yanaşma regional sahibliyi gücləndirir və bütün tərəflərin maraqlarına xidmət edir. Prezidentin köməkçisi vurğulayıb ki, bu yanaşma konkret sahələrdə də özünü göstərir və enerji təhlükəsizliyi bunlardan biridir. Azərbaycan öz təşəbbüsü ilə karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarıb. Bu layihələr həm qlobal enerji təhlükəsizliyinə töhfə verir, həm də region ölkələrinin maraqlarını təmin edir. Hikmət Hacıyev əlavə edib ki, bu proses həm regional liderliyin nümayişi, həm də regionlararası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.